Salam, hər vaxtınız xeyir olsun, əziz Kəmçi TV izləyiciləri, YouTube-da olan Kəmçi TV izləyiciləri. Adım Əliyev Elsevərdir Vaqifoğlu, Ordubad rayon Düylün kəndindənəm. Həmin kənddə yaşayıram. 4 il olar Rusiya Federasiyasından qayıtmışam Azərbaycana və kəndimin, rayonumun, vətənimin gördüyüm problemləri öz gücüm, savadım, təcrübəm səviyyəsində işıqlandırıb həll eləmək üçün mübarizə aparıram, yola çıxmışam. Bugün üçün düşüncəmdə olan problem Düylün kəndinin, Ordubad rayon Düylün kəndinin su məsələsidir. 5 ildir bu məsələni gündəmə gətirmişəm, bir neçə kanal gəlib işıqlandırıb, amma Fuad müəllimin dövründə biraz Naxçıvan köhnə rəhbəri bir qabartdıq məsələni, müəyyən dərəcədə də güya həll elədilər, getdi çatdı Mehriban xanıma. Amma həll eləmədilər, böyük ehtimal aldatdılar, yuxarıya yalancı məlumat verdilər ki, Düylünün su məsələsi həll olunur, amma həll olunmur. Konkret faktla danışıram. Bugün 6 dekabr 2025-ci il normalda payız əkinindən bəlkə 3 hektar əkilib, 300 hektar əkinindən 3 hektar, bu da 1%. Əkin dediyim taxıl, yəni taxıl zəmiləri, taxıl strateji məhsuldur. Taxıl dövlət əhəmiyyətli məhsuldur, taxıl silaha bərabərdir. Məfsuslar olsun ki, hələ Naxçıvan rəhbərliyin laqeyd və yalancı siyasəti nəticəsində, idarəçiliyi nəticəsində hələ Düylünün su məsələsi həll olunmuyor. Düylün həmin kənddir ki, qəhrəmanlar kəndidir. 800 nəfər əhalisindən 300-ü köçüb gedib, 500-ü qalıbdır. 5 şəhid vermişik, 1 mayor, 2 leytinant, 2 əskər, 20-yə yaxın veteran və qazimiz var. Ziyalarımız var, kimlərimiz var. Amma kəndimiz bugün uçurumdadır. Ordubadın ən ağır şəraitli kəndlərindən biridir. Çünki Düylündə kəndçi necə dolanacaq bilmir. Gəlib araşdırıb baxa bilərsiniz bu kəndin vəziyyəti ilə bağlı. Sonda buradan üzümü tuturam Naxçıvanın yeni rəhbərinə, Ceyhun müəllimə və digərlərinə. Gəlin bu kəndi öz taliyi ilə buraxmayaq. Gəlin bu kəndin su məsələsini həll eləyək. Hansı ki, ən yaxın su hövzəsi Araz çayıdır. 5 kilometrdir Düylün kəndinə. İstəsək həll eləyə bilərik. İstəsək, niyyətimiz həll eləmək olsa, problem axtarmaq olmasa həll eləyərik. Sağ olun, kanalımıza abunə olun. Kəmçi TV YouTube kanalına. TikTok'da 5-6 ildir vardı bu kanal. Amma artıq YouTube'da yavaş-yavaş öz tərəfdarlarımızı yığaq. Sağ olun, var olun. İnşallah vətənimizə, millətimizə, dövlətimizə